Tanrının varlığı və ya yoxluğu məsələsini. Tanrı varlığı ya da yoxluğu? Nə deyirsən? Neçə saat? Valla mənə heç bir fərqi yoxdur. Sadəcə mövzunu gəl belə eləyək də. Bu arada efirində olan hamını salamlayıram. Üzürlü say. Biraz gez oldu. Hə. Neçə saat? Valla saat indi bir işləyib də. Danışaq. Bu müəyyən bir müddət davam eləsin. Mən canım bu arada səhər görə bağladım, açdım. Canımda nə qədər adam var idi. Düzdür, qayıtdı həmən adam, amma kütlə. 200 min, 300 min ekran bəyənməsi var idi. Səhər görə bağladım, açdım. Eybi yox. Eybi yox. Debatın vaxtı 1 saat. Mövzu Tanrı varlığı ya da yoxluğu. Danışıq formatı qarşılıqlı yoxsa oyunlarla çox uzundur. Neysən ki o? Birimiz sözümüzü qutaraq, digərimiz sözümüzü deyərik. Olur. Okey, belə eləyək. PK atırıq da. PK neçə dəqiqə olur? 5 dəqiqə? 5 dəqiqə, hə. 4 dəqiqə, 5 dəqiqə. 5 dəqiqə mən, 5 dəqiqə sən. 5 dəqiqə mən, bir PK-nın sonuna qədər. Gəl belə eləyək. Ən yaxşı variant. Konkret debat konstruksiyasını kökdən həll eləyək. Çünki bu, mənim canımı o qədər yazırlar ki, sevicinə debat elə. Mən qarşısını ala bilmirəm. Əminəm ki, səndə də var o. 2 sənə də gəlib yazılar. Gəl belə eləyək. 5 dəqiqə, birinci 5 dəqiqəni mən sənə verirəm ki, 5 dəqiqə ərzində mövqeyi birinci növbədə bəyan elə. Yəni, mövqeyi nədir? Bəyan elə. Mövzumu zaten təyin eləmişik. Tanrı var mı? Yox. Mövqeyi bəyan elə. Sonraki 5 dəqiqə tam detallı mən bəyan eləyim. Ondan sonra, indi birinci sən bəyan etdiyinə görə icazə verirsənsə, mən sənə iradlarımı bildirim. Çünki mən dəvət eləmişəm də səni. Mənim çünki ateizm konstruksiyasında çox ciddi iradlarım var. Mən o iradlarımı bildirim. Mümkündürsə cavabla, əgər varınsa sən iradlarımı bildir, mən cavablayım. Mən 5 dəqiqə ihtiyacım yoxdur bu arada. Mən sözümü bitirəndə sən davam eləyərsən. Niyə belə dəqiqə sayımı qoymağa məcburuq? Biz bir-birimizi dinləyə bilməyəcəyik bu qədər yəni. Yox da, olur. Bəzən emosiya qatılıb söz kəsilsin. Mən özümə garanti verirəm. Sən də özümə garanti verirsənsə buyur. Mən %100 garanti verirəm. Çünki dinləmə bizdə əsas meyardır. Amma yenə də nə tərəvüz istəyir, elə də olsun. Amma mənim düşünürəm ki, 5 dəqiqə ərzində insanlara danışım da. Yəni, mən 5 dəqiqə çoxdur hətta. Mən istəyirsən mən birinci bəyan edeyim. Mövqeyim nədir? Hamı bilsin. Allah barədə, varlığı barədə. Yəni, ətraflı danışım və o Allahın tərif, falsifikasiya, detal və təfsilatını mən bəyan eləmək istəyirəm ki, insanlar bilsin bu nədir. Ki, yəni bir yaradıcı var və o nədir? O haqda mən nə düşünürəm? Onun haqqında düşünən əks düşüncələr nədir? Mən nəyi təkzib edirəm? Bunları bilsin də, yəni yoxsa promo lafına girib salam İslamdaş tanrını mən qəbul etmirəm, mən də edirəm. Belə danışmayaq, yəni level 0 olmasın. Yüksək leveldə bir danışıq olsun istəyirəm. Nə deyirsən? İslamda olan birinin başqa tanrıdan danışması absurd deyil səncə? Nə əlaqə? Əlbəttə ki, absurd deyil. Birbaşa İslamda olan tanrıdan danışacağam. Buyur, onda bəyan elə də. Bir də son sualımı verirəm. Bu debatın qayd edir uşaqlar. Paylaşmaqda sonda problem yoxdur. Niyə problem olsun? Məndən soruşdular. Okey. Çünki bizdən soruşurlar. Mən cavab verim. Yəni qayd eləsəz paylaşa bilərsiniz. Mən özüm onsuz da bu canlı qaydını ikimizdə də olur. Bu başqa şeydir. Amma başqası eləmək istəyirsə eləsin. Mən PK atıram sənə və başlayaq. Nə deyirsən? Buyur. Okey. Və mənim hər birinin əsasları, detalları da var. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala seyyidina Muhammedin və alihi tahirin. Deməli, qardaşlar, mən adam müntəzirdir. Yəni, bunu başdan qeyd edeyim. Hamınız bilirsiniz. Yəni də profildə də yazılıb. Mən və son olaraq da bir dənə bunu deyim, başlayıram. Sevgi, səndən xahiş edirəm, məndən nə görürsənsə, hansı üslubda edirəmsə, yenisini səndən də gözləyəcəm ki, bu qədər detallı insanlar başa düşsün. Mən etiqad edirəm ki, yəni etiqad edirəmdən əvvəl... Mən debat üslubumu sən təyin edə bilməzsən. İstədiyim formatda və istədiyim, təbii ki, bəlli çərçivədə özüm təyin edə bilərəm və hansı xəttə argumentasiya qururam, özüm təyin edirəm. Yəni, bu müdaxiləyə qapalı bir şeydir. Okey, olsun. Okey. Tamam, indi mən bəyan etdiyim təbirdən donur uşaqlar, bir dənə üzr istəyirəm. Yayım donur uşaqlar. Bir dəqiqə donmalı deyil. Eşidilmir, donur. Spamlayırlar məndə, donur. Seviş, mən donuram səndə. Səsin gəlmir, bağlamısan mikrofonu. Donmursan, işarə elədim də. Düzəldi. Şimdi donursa çıxsın, girsin də uşaqlar canlıdan. Neysə, başlayıram.
Hə, uşaqlar. Mən İslam dininə mənsub Şia etiqadında olan bir müsəlmanam. Və bir yaradıcı konseptində danışdığımız üçün mən dinimin üsuliddinindən, yəni dinimin əsasından olan yaradıcı, yəni tövhid, yəni Allahın varlığı və təkliyi barədə qısa bir bəyan və müqəddimə etmək istəyirəm. Bizim bu arada oxuduğumu yenə edirəm, Əqaidül İmamiyyə kitabından oxuyuram. Şeyx Muhammed Rıza Əl-Müzəffərin kitabındandır. İstəyən açıb baxa bilər. Və bizim müsəlmanların etiqadı budur ki, uca Allah vardır. Eyni anda təkdir, yeganədir. Onun tayı bərabəri yoxdur, qədimdir, əsla aradan getməyib və getməyəcək. O əvvəl və axırdır, biləndir, hikmət sahibidir. Adildir, diridir, qadirdir, ehtiyatsızdır, eşidən və görəndir, səmi və bəsirdir. Məxluqatdakı sifətlərlə vəsf olunacaq dərəcədə deyil amma. Yəni bunun özünə məxsus bir xüsusiyyəti və təməl nümunələri vardır. O nə cisimdir, nə formadır, cövhəri və ərəzi vardır, cövhəri və ərəzi yoxdur. Rəngi, hündürlüyü, eni, uzunluğu, qalınlığı, nazikliyi, ağırlığı və yüngüllüyü də yoxdur. Nə hərəkət edir, nə sükunətdədir. Məkana və zamana bağlı deyil. Onu işarə etməklə göstərmək olmur. Oxşarı, bənzəri, ziddi, yoldaşı, övladı, şəriki, özü kimi tayı bərabəri yoxdur. Gözlər onu idrak etməz, o gözləri dərk edər. Kim onu məxluqata bənzətsə, üzya edərsə və ya cənnət əhlinə bədirlənmiş ay kimi görünəcəyini desə, həmin şəxs Allaha kafir olmuşdur. Hansı ki, bu etiqadın təməl nümunələrinin istinadlarına görə Allah barədə olan sabit bir etiqaddır. Və biz eyni anda onun varlıq konseptindən danışırıq və sadaladığım bütün ismi əzəmlər Allahın özünün zatına aid olan sifətləridir ki, bunların hər birinin Quran-ı Kərimdə hər birinin zikri vardır. İstənilən təməl nümunədən ayəsini çəkə bilərəm, ən primitivindən İxlas surəsindən. Və biz eyni anda Allahın mövcudluğunun bir neçə üslubla ən primitivindən 5 dəqiqə əvvəl oxuduğumuz kitab nümunəsindən misal çəkəcəm ki, biz eyni anda etiqad edirik ki, bir tanrı vardır və o tanrının hansı ki mövcud olan bir tanrı anlayışı vardır və eyni anda etiqad edirəm ki, bu mövcud olan bu tanrı konseptinin, yəni anlayışının özünə aparan yollar, yəni onun varlığını isbat edən, onun mövcudluğuna təkid edən, onun mövcudluğunu isbat edən yollar bəşəriyyətdəki bütün insanların sayı qədərdir. Bu qədər. Mənim yəni Allah barədə olan varlıq konseptindən dolayısı mütəvəllid etiqadım budur. Nə gözəl. Başlayalım da. Birincisi əzizim, sən varlıq konseptinə başlayanda təriflə başladın və bu tərifi də tövhidə əsaslandırdın. Tövhid əvəzinə əlində tutduğun kitab Quran deyildi. Zəhmət olmasa Quranın verdiyi standart tərifi verərsən. İstisnasız. Bu bir tələbdir, pozisiya tələbidir. İkincisi, əgər eşidən bilən və zamandan və eşidən bilən informasiya qəbul edən bir şeydirsə, qərar verməyi tələb edirəm ki, bu zamandan, məkandan münezzeh anlayışı keçərlidir, keçərli deyil. Yəni, sən tanrı deyəndə abstrakt səbəb, metafizik substansiya kimi şeylər nəzərdə tutursan, yoxsa agent olan, şəxs olan bir şey, eşidən, bilən, cəza verən, rəhimli olan və ya aldığı informasiyaya görə fikir dəyişdirə bilən bir şey. Bunların heç biri tərif olunmadı və bunların heç biri təyin olunmadı. Sən konkret nə cür bir tanrıdan danışırsan, bunu Quran indeksləməyi tələb eləyirəm. Əlindəki kitabın mənim sənin tövhid dediyin anlayışına zərrə qədər əlaqəsi yoxdur. Yəni bu tərifi sən əsaslandırmalısan Qurana. Biz bilməliyik ki, Qurandan çıxan tanrı anlayışı, sənin əlindəki yorumlar, məhzəbin yorumları məni əlaqələndirmir. Mənim əlaqələndirən şey İslamiyyətin klassik mərkəzində duran Qurandan çıxan birbaşa tərifdir. Kimsə üçüncü tərəflər, ikinci tərəflər və ya beşinci tərəflər keyfinə görə bir yorum eləyəcəksə, bu tanrı belədir, heç bir şeyə bənzəmir falan, bunlar mən maraqlandığım şeylər deyil və mənim tələblərimi də qarşılamır. Varlığı ilə bağlı iddia qaldırdığın tanrının nələrə sahib olduğunu, hansı bilgiyə sahib olduğunu və hansı statusda olduğunu, hələ hansı kriteriyalarla ontoloji statusa sahib olduğunu təyin eləmək üçün sən Quran xaricində heç bir yerə gedə bilməzsən. Zəhmət olmasa birbaşa Qurana qayıt, bildiyim qədərli sən daha yaxşı bilmiş olmalısan. İxlas surəsi və bənzəri surələr bu haqda bilgi verir, bilgi təmin eləyir. Və kritik olaraq təmin eləməli olduğun şey istəyir bilir argumentini saxlaya, eyni zamanda zamandan və məkandan münezzeh anlayışını da saxlayırsanmı, saxlamırsanmı? Bunları net bir şəkildə təyin eləməyi tələb edirəm. Çünki pozitiv iddianın ispat yükü məndə deyil, səndədir. Bitirir. Əlbəttə. Əvvəla bu iradlarımızın hər birini qeyd eləmişəm. Detallı cavabları da var, əslində çox bəsit məsələlərdir. Amma bundan öncə mövqeyimizi bəyan edildi. Mən mövqeyi bəyan etmişdim. İrad konseptinə girməmişəm. Bir ikinci də ki, irad konseptin, yenə də deyirəm, siz də verə bilərsiniz başlanğıc mərhələ olaraq. Amma bayaqdan ən başda bildirdim ki, mövqeyinizi bildirin.
mən dəvət eləmişəm ki, gəlin debat eləyək. Mən irad bildirəcəm. Çünki mənim suallarım var ki, siz də eləyə bilərsiniz, mənim üçün az fərq eləyir. Amma yenə də deyirəm ki, bir mövqeyinizi bəyan eləyək, tanıyaq sizi. Məni Əlbəttə ki, mən mövqeyi bəyan edirdim. Mən debat hələ ki müzakirə və ya dialoq konseptinə keçməmişəm. Bir mövqeyinizi bəyan eləyin, tanıyaq da sizi. Hansı mövqeydəsiz? Varlıq barədə nə düşünürsünüz? Ümumiyyətlə varlıq varmı? Ümumiyyətlə niyə yoxluq əvəzinə varlıq var? Bax bu sualdan başlayın. Ümumiyyətlə niyə yoxluq əvəzinə varlıq var? Buyurun. birincisi manevranı mən qəbul ya da yeyəcək bir formatda olduğumu düşünmürəm. İkincisi mən mövqeyim aktiv ignosizmi müdafiə edirəm bir. Üçüncüsü, varlığı müdafiə eləmək mənim deyil, sizin yükümlülüyünüzdədir. Mənası və varlıq statusunun hansı şərtlərlə qoyulduğu bilinməyən bir şeyin müdafiəsini mən eləyəcək deyiləm, siz eləməlisiniz. Üçüncüsü də bir müsəlmanın irad bildirəcəyi mövzular deyil bunlar. Çünki bir müsəlman tanrısını müdafiə eləməlidir və isbatı üçün çalışmalıdır. Mən də sizdən tələb elədiyim tələblərin təmin olunmasını istəyirəm. Təmin eləyə bilmirsinizsə zəhmət olmasa varlıq iddiası qaldırmayın. Qədər sadə. Okey. Tamam. Əvvəla təməl ignostisizmin deməklə bitmir. İndi mən də düşüb təməldən Cəfəri etiqadının təməl isnadlarına düşdüm. Sən də onun istifadə edəcəyim hansısa terminologiyadır. Ona görə də yenə də deyirəm, debat konstruksiyasında baxın, ola bilsin ki, bəy, siz debatın tam nə olduğunu bilmirsiniz. Yəni təəssüf edirəm. Çünki əgər bunu bilsəydiniz, baxın, debatda hər iki tərəf mövqeyini bəyan etməlidir. Mən onu tələb edirəm sizdən. Mən demirəm debata başlamışıq. Mövqeyinizi bəyan edin deyirəm. Siz məndən deyirsiniz varlıq müsəlmanın. Biz ümumiyyətlə varlıq dedikdə yalnız Tanrının varlığından danışmırıq. Bəy, biz ümumiyyətlə varlıqdan danışırıq. Hələ mən dedim axı sizə ki, birinci istəyirsiniz varlıqdan danışaq, sonra Tanrının varlığı yoxluğu. Siz dediniz ki, xeyr, ona ehtiyac yoxdur. Amma görürəm ki, ehtiyac var. Siz varlıq nədir bilmirsiniz. Əgər bilsəydiniz, varlıq sadəcə Tanrıya aiddir deməzdiniz. Gəlin, mən təkrar olaraq təklif edirəm. Gəlin sizlə ümumiyyətlə varlıq haqqında danışaq. Ümumiyyətlə, bax, xahiş edirəm. Mövqeyinizin verəcəyim sualın əsasına doğru cavabını istəyirəm sizdən. Ümumiyyətlə, varlıq yükü siz də qəbul edirsiniz ki, var, varlıq var, siz varsınız. Məsələ burada Tanrıdan getmir, məsələ burada varlıqdan gedir və xahiş edirəm. Ümumiyyətlə, niyə yoxluq əvəzinə varlıq var? Mən bunu soruşuram. Bəyən varlığın olmadığını qəbul edirsiniz? Xeyr, əlbəttə ki, sizə görə varlıq var. Və sual, varlıq nədir? Sizlə və varlıq nədir? Sadəcə bunu istəyirəm mövqeyinizə görə. Canım gözüm, bəyəfəndi, birincisi Tanrı varmı yoxmu mövzusunu siz təyin elədiniz. Özünüz təyin elədiyiniz şeyə görə mən məhsul çıxarda bilməzsiniz. Əlbəttə ki, mən elədim, bəli. İkincisi, atma minəmətəsi, şəxsə hücum eləmək xətadır. Və üçüncü dəfə təkrarlanarsa siz məğlubsuz, mən deyil. Dördüncüsü, mən mövqeyi bəyan elədim. Dedim ki, ignosizmi müdafiə edirəm. Beşincisi, ignosizmi müdafiə elədiyi şey məna tərif olmayan bir şeyin debat ünsürü olmayacağıdır. Əgər ana mövzu ki, bunu siz təyin elədiniz, Tanrının varlığı ya da yoxluğudursa, zəhmət buyurunuz, mənə Tanrı hansı analitik kriteriyalara görə varlıq statusu qazanır, bir zəhmət. Okey. Baxın, mən doğru deyirsiniz. Varlığın, yoxluğun Tanrı barədə varmı, yoxmu məsələsini mən təyin etdim. Okey. Amma bundan əvvəl təyin etdiyim başqa bir mövzu var idi ki, varlıq haqqında danışaq. Siz isə dediniz ki, ehtiyac yoxdur. Çünki bunu ikimiz də bilirik. Tamam, varlıq haqqında danışaq. Okey. Anlaşdıq ki, mövzu Tanrının varlığı ya da yoxluğudur. Zəhmət olmasa Tanrı hansı analitik kriteriya ilə varlıq statusu qazanır. Dolayısıyla ontoloji status qazanır. Bunlar təmin olunmursa, ontoloji iddia qaldırma şansımız yoxdur. Baxın, ümumiyyətlə gəlin təməldən o zaman başlayaq. Bax, varlığı buna görə müzakirə edək deyirdim. Təəssüf edirəm ki, bu barədə sizin yenə də deyirəm. Bu arada şəxsimizə yönəlik bir şey demirəm. Bu debat ünsurunda sadəcə bir ilzam qaydasıdır. Biraz araşdırsınız, debatda bu cür şeylər mümkündür. Hansı ki, siz gülümsüyürsünüz. Gülmək özü, hansı ki, bu kimi şeylərdə mümkündür. Nəysə, əl qərəz, uzun sözün qısası. Bir dənə nümunə çəkəcəm. Ümumiyyətlə, varlıq konseptini gəlin, mən deyirəm, masaya yatıraq. Bax, bunu etsək, biz üçün rahat olacaq. Tanrı varmı, yoxmu? Niyə? Çünki varlıq öz-özlüyündə nədir? Hansı sizin dediyiniz ki, məndən tələb edirsiniz, Tanrını hansı analitik varlıq konseptinə daxil edərək var deyirsiniz və s. Mən ümumiyyətlə deyirəm ki, varlıq nədir? Neçə cürdür? Hansı analitik qaydalara əsasən təyin olunur? Ümumiyyətlə, bunun empirik mi əsası olmalıdır yalnız? Rasional əsası varmı? Varsa hansı üsulla olur? Bunları müzakirə eləyək deyirəm. Əzizim, bura fəlsəfə kafedrası deyil. Bura teologiya dərsmədir. Fəlsəfə kafedrası deyilsə... Bölmədim, sizi. Gözəl insan. Tam üzr istəyirəm, buyurun. Mövzunu mən təyin eləmədim.
Özünüz təyin edib, özünüz mövzunu yan çizə bilməzsiniz. Tanrı varlığı ya da yoxluğu. Mövzunu siz təyin elədiniz ki, kayıtda çıxacaq zaten. Aha. Zəhmət olmasa mən sizdən başqa heç bir şey eləmirəm. Debat ünsürü qaldırmağın bir dənə tələbi var. Hansı analitik kriteriya ilə Tanrı varlıqdır? Okey. Ümumiyyətlə bu sualınıza cavab verməyim üçün sizə izah etməliyəm. Nəyi? O zaman izah eləyək. Tamam, istədiyiniz kimi danışaq. Amma öncə bunu bildirim, sonra uşaqlara bildirirəm, sizə yox. Cəmaatın çünki 2200 nəfər insan dinləyir, onlara hörmətsizlik olmasın. Baxın, ümumiyyətlə dəxlisi yoxdur. İstər Tanrının varlığı olsun, istər Sevic bəyin varlığı olsun. Biz varlıq haqqında danışırıqsa, ümumiyyətlə varlığın nə olduğunu biz bilməliyik. Varlıq nədir? Neçə hissəyə bölünür? Varlıq ümumiyyətlə haqqında bizim təməl fikirlərimiz olmalıdır ki, bir varlıq haqqında ümumiyyətlə biz danışa bilək. Ona görə mən təklif edirəm birinci varlıqdan danışaq ki, okey, razıyam. İndi mən mən buna açıq bəyan edirəm, sual vermirəm. Sevic bəy deyir ki, varlıq nədir və hansı təməl kriteriyalara gedir? Əzizim, saptırırsan, debatı səptırırsınız. Tanrının varlığı varmı yoxmu ünsürü açılmayıb burada. İstinad elədiyiniz varlıq Tanrıdırsa o hansı analitik kriteriya ilə varlıq statusu qazanır? Net bir sualdır bu. Çünki tərif yoxdursa, məna tərifi yoxdursa, kriteriyalar təyin olunmayıbsa, varlıq iddiası qaldıra bilməzsiniz. Mən hələ sizə ya da özümə debatın mövzusuna izin verməmişəm ki, bir şey var ya da yox mövzusuna keçəsiz. Bir şey, o şey nədir onu bir dənə təyin eləyək. O Tanrı hansı analitik kriteriya ilə varlıqdır. Bunu təmin elədikdən sonra növbəti addımlara keçə bilərik. Problem yoxdur. Burada fəlsəfi olaraq böyük xətaya yol verirsiniz. Niyə? Çünki bir şeyin özünün haqqında ümumiyyətlə bir şeyin varlığı ispat olunduqdan sonra o şeyin özünün haqqında ya fikir sahibi olarsan və ya danışa bilərsən. Sən bir şeyin ilkin mərhələsi varmı yoxmu mərhələsidir. Yəni bir şey varmı? Bu haqda birinci danışmaq lazımdır. Çünki biz Tanrının varlığı haqqında danışıb bunu təsdiq etdikdən sonra biz Tanrının sifətlərinə də keçə bilərik. Onun varlığını təyin edən falsifik əsaslar nədir? Təməl əsaslar nədir? Bunlar haqqında danışa bilərik. Amma siz birbaşa deyirsiniz ki, bax biz Tanrının varlığı haqqında hələ danışmayaq. Siz birinci nəyi var et, nəyi ispat eləmək istəyirsiniz, nə barədə danışmaq istəyirsiniz, ondan danışın. Mən də deyirəm ki, mən zaten bunu, bax təəssüf etdiyim şey buydu ki, ən başda bir Tanrı konsepti var və mən ən başda sənə dedim ki, bax mən müsəlmanam, İslam dininə mənsub bir müsəlmanam və mənə görə bir Tanrı var və mən bunun hətta təməlinə izah etdim, düşdüm detalına ki, mənim məsəl üçün əqidə kitabımda nə yazılıb, hətta bunu Qurandan da əsaslandıra bilərəm. İxlas surəsində məsəl üçün Qul huvallahu əhəd Allahu saməddəki o əhəd nədir, saməd. Donmusan. Necə? Donmuşdun. Sevic. İndi ya donursan, müntəzir. Şahla Sevic məndə donub. Sən də məndə donmuşdun da. Ha, şu. Yo, məndə indi donmur. Okey, yaxşıyam mən? Ha, mən də yaxşıyam. Ha, sən məndə okey, halasın. Baxın, ümumiyyətlə, varlıq dedikdə, mən əvvəla bunu deyim, mən iddia əsaslı danışıram. Mənə görə varlıq var. Və bu var olan varlıq öz-özlüyündə bir neçə hissəyə bölünür. Bunun bəziləri rasional əsaslara dayanır, bəziləri isə empirik əsaslara dayanır. Misal üçün, biz varlıq dedikdə ən təməldən belə bir şey götürə bilərik ki, ən real bir gerçəklik olan bizim özümüz varıq. Bizim kimi var olan nələrsə də var. Məsəl üçün, maddədən empirik təməllərə əsaslanaraq, dayanaraq deyirəm bunu ki, məsəl üçün, kitabı var, qələm var, ruçka var, dərslik var, məktəb var. Bunlar varlıq konseptinə dayanan bir şeydir ki, bunun varlığını təyin edən empirik əsaslardır. Amma eyni anda var olan, amma empirik əsası olmayan şeylər də var. Məsəl üçün, misal çəkirəm qeyri-mümkünlük. Qeyri-mümkünlük öz-özlüyündə mövcuddur. Amma bu qeyri-mümkünlüyü biz empirik olaraq ispat edə bilmirik. Misal üçün, üçbucağın dördüncü bucağının olması qeyri-mümkündür. Amma biz üçbucağın dördüncü bucağının olmamasını empirik əsasla təyin edə bilmirik. Zaten heç buna ehtiyac duymuruq. Rasional olaraq bilirik ki, üçbucağın dördüncü bucağının olması qeyri-mümkündür. Əgər olsa bu dörd bucaqlı olacaq. Bunun olmamağı zaten bunun qeyri-mümkünlüyünü ispat edir. Qeyri-mümkünlük özü bir var. Bu varlıq necə bir vardır? Empirik var mı? Xeyr, elə var deyildir. Yəni dolayısıyla yolla biz bu varlıq konseptində bunları əsas baz alaraq deyirik ki, bunlar öz-özlüyündə mümkün varlıq konseptinə girir və fəlsəfi olaraq indi biz
fəlsəfə belə deyək, kafedrasında olmağımıza baxmayaraq yenə də bunu bildirməliyəm. Fəlsəfədə mümkün varlıq nədir? Mümkün varlıq bir şeyin var olmasının olmama ehtimalı ilə bircə var olmasıdır. Yəni bir şey həm ola da bilərdi, eyni anda olmaya da bilərdi. Misal üçün adını çəkdiyim qeyri-mümkünlük belə o şey var ola da bilərdi, olmaya da bilərdi. Misal üçün üç bucaq olmasaydı, üç bucağın dördüncü bucağının olmaması təməldən qeyri-mümkünlük anlayışı olmayacaqdı. Yəni bunun kimi misal, məsələn, Çevik və ya mən özümdən misal çəkirəm. Mənim valideynlərim olmasaydı mən olmayacaqdım və ya onların valideyni olmasaydı onlar olmayacaqdı. Bunun kimi təməldən bu bir silsilə olaraq gedir və məsəl üçün Big Bang patlayışı ən primitivindən bəşəriyyətdə bir başlanğıc, bir 1924-dən 29-a qədər aparılan tədqiqat, Edwin Hubble tərəfindən aparılan tədqiqat kainatda baş verən genişlənmə prosesini bitirim sonra da, bitirməmişəm hələ, xeyr. Başlayan bu genişlənmə əsasını bizə təməl baz götürürük və deyirik ki, burada bir başlanğıc var idi ki, onun adı elmdə böyük partlayış adlanır və bu böyük partlayış əslində maddə, zaman və ümumiyyətlə bu mümkün varlıq konseptinə aid ola biləcək hər bir şeyi var edən bir əsas idi. Amma onun özü və ya ondan əvvəlki donur, çala donur ha, bir dəqiqə donuram mən. Və ümumi təməldə bir varlıq konsepti var və dediyimiz kimi bu mümkün varlıq konseptidir. Hə, bunun fəlsəfədə ikinci halı var. İkinci halı nədir? Yəni olması qeyri-mümkün olan varlıq. Biz bunu bilmirik deyə bu barədə fikir sahibi deyilik. Əslində təməldən üç tür varlığın olduğunu biz bilmiş olduq dolayısıyla yolla. Niyə? Baxın, ən təməldə... Öz hesabına danışırsansa, çünki bu belli bir limiti var. Bitirim də, bitirim. Bitirim 5 saat sonra bitirəcəksən bəlkə, heç olmuyor. Yo, bütün cümləmin sonlarıdır. Son cümlələrimi işlədirəm. Baxın, mən əsaslandırdım fəlsəfi olaraq mümkün varlıq nədir? Ümumiyyətlə varlıq nədir? Mümkün varlıq nədir? İndi qeyri-mümkün varlıq var və biz qeyri-mümkün varlığın nə olduğunu bilmirik. Bir də bunun üçüncü halı var, zəruri varlıq. Baxın, zəruri varlıq anlayışının da təməlini mən mümkün varlıqdan alıram. Necə? Mümkün varlıq, mümkün varlığı daimi olaraq ən təmələ qayıtdıqda başlanğıc level olaraq. Mümkün varlıq, mümkün varlığı mümkün edə bilməyəcəyinə görə, mümkün varlığın mümkün olması üçün zəruri varlıq zəruridir. Əgər ki, bu səbəb nəticə əlaqəsi deyil ki, mənə irad gətirirlər, əlqərəz, yəni mümkün varlığın mümkün olması üçün təməl isnadlarla bunun mümkün varlıq öz-özlüyündə özündən qaynaqlanan səbəblərlə var ola bilməyəcəyinə görə mümkün varlığın mümkün olması üçün zəruri varlıq zəruridir. İndi təməl bitirirəm və son belə deyək sualımı verib estafeti ötürürəm Çevik bəyə. Mümkün varlıq mümkün varlığın mümkün olması üçün zəruri varlığın olmasına ehtiyac yoxdursa, əgər o zaman sual mümkün varlığı mümkün edən mümkün səbəblər hansı əsaslara görə mümkün oldu. Çünki biz bilirik ki, başlanğıcdan sonra ümumiyyətlə mümkün varlıq mövcud olub. Mümkün varlığın özünü mümkün varlıq var edə bilməz. Dolayısıyla mümkün varlığın mümkün olması üçün zəruri varlıq zəruridir. Deyilsə, mümkün varlıq necə mümkün oldu? Buyurun. Gözəl, çox gözəl. Müntəzir bəy, çox uzatmayacağım. Mümkün varlığı hardan götürdü, zəruri varlığı hardan götürdü? Yəni argumentin təməlində bir isim var, rica eləsəm. Sual verirsə mən bunların hamısını izah elədim bayağı. Yox, şey deyirəm, yəni bu argumenti təməlində bir isim var, bunu ilk dəfə ortaya qoyan falan. Onu bilmək. Müntəzir. İbn Sina'ya oxşadı, biraz hər nəysə. İstər nə olsun, istər Aristotel olsun, və cavab tələb eləyirəm. Tamam, sıkıntı yoxdur. Yəni İbn Sina'dırsa cavab vermirsiniz? Verəcəm və bitirəcəm. Cavab. Bu bitişdir. Birincisi əzizim, sən mümkün və zəruri varlıq konseptinə girə bilməzsən. Belə bir ixtiyarın belə yoxdur. Bu sən avtomatik mürtəd eləyir. Çünki zəruri varlıq iradəli deyildir. Rəhmət olmasa geriyə qayıdırsan. Bir də üzr istəyirəm, təkrar eləyin. Metafizik substansiyaya şəxs özəllikləri yükləyə bilməzsən. Nəyə əsasən? Fəlsəfənin qaydasına əsasən, məntiqin qaydasına əsasən. Harada yazılıb bu qayda harada? Hansı məntiq qaydası? Qardaş, nəyə əsasən? Metafizik varlığa necə substansiya yükləyənlərə? Fiziki substansiya yükləyənlərə? Gözlə bir dənə. Mən sənə bölmədim ki. Buyurun. Yox, əsaslandırın da dedikləri biz. Xahiş edirəm. İcazə verirsən. Buyurun, əlbəttə ki, icazə verirəm. Eləməyin zəhmət olmasa. Birincisi. Sual verirsiniz ona görə. Mən sualları verdim, bitirim. Bitti suallar. Onda siz danışın, mən tam qeydlərimi aparım və son iradlarımı apar, problem deyil. Mənim sualıma da cavab verin amma, xahiş edirəm. Nasıl sualınızı?
Dediyim kimi, mümkün varlıq, mümkün varlığı mümkün edə bilmədiyinə görə zəruri varlıq zəruridir. Əgər deyilsə, Bu zəruri sizin varlıq sualınız deyil, yoxdursa, gələcəm indi. mən sualımı vermişəm. Əzim, icazə versən danışım. Buyurun. Mən müdaxilə eləmirəm axı. Birincisi, bu İslamın sabit konsepsiyası deyil. Zəhmət olmasa öz dininizə qayıtmalısınız. İstisnasız. Belə bir tərif yoxdur. Bayaq verdiyiniz sualların içində bayaq tərif verdiniz və özünüzü təqzib edirsiniz. Eşidən, bilən, zamandan və məkandan münezzə, eyni zamanda ədalətli, rəhman kimi sifətlər daşıyan, qərar verən, iradəli bir varlıqdır Quranın verdiyi və sizin də əqaid və ya hansı qaynaqdan götürüb verdiyiniz. Bu şeyləri siz metafizik bir substansiyaya yükləyə bilməzsiniz. Çünki metafizik substansiya dediyiniz şey abstrakt səbəbdir. Düşünə bilməsi üçün bəlli bir proses lazımdır. Yəni zamandan kənar bir şey bu fəaliyyətləri icra edə bilməz. Dolayısıyla sizin mənə başda verdiyiniz tərif şəxs özəlliklərinin tərifidir. Qərar verin, sizin tanrınız şəxsdir yoxsa substansiyadır. İkincisi dediniz ki, zəruri varlıqlar, mümkün varlıqların izahı üçün zəruri varlıq mütləqdir. Zəruri varlığın zəruri olduğunu hardan çıxartdınız? Hansı məntiqi çıxarışla qoydunuz ortaya? Hansı rasional çıxarışla qoydunuz? Dəlilləndirmə yoxdur. Keyfinizə görə zəruri varlıqsa düzəldə bilməzsiniz. Üçüncüsü də ki, tərif yoxdursa ortada. Ümumiyyətlə siz tərifi sabitləşdirmədən ontoloji iddia qaldırırsınız. Sonra da zəruri statüsü yüklüyorsunuz. Xeyr ola. Zəhmət olmasa tərifi netləşdirin. Siz şəxs olan Allah'tan danışırsınız, yoxsa metafizik olan Allah'tan danışırsınız. Və sizin tərifiniz Qurana indekslənir. Quranı istinad almır. Əgər alınmırsa və zəruri varlıqdan danışırsınızsa siz İslam müdafiəsi eləyə bilməzsiniz. Bitti getdi. Bu verdiyim suallara konkret cavab istəyirəm. Çünki sizə istisnasız bunlar təmin olunmadan iddia qaldırma hüququnu mən vermirəm dil fəlsəfəsinə istinadən. Okey, danışa bilərəm. Əlbəttə. Birinci növbədə bəy, baxın, siz deyirsiniz ki, zəhmət olmasa mümkün varlıq, zəruri varlıq konsepsiyasının sənə adiyyəti yoxdur, sən bu iddianı ümumiyyətlə təəssüf edirəm. Niyə? Bu sizin çox tam səmimi deyəcəm, çox bu məsələlərdən agah olmadığınız, yəni bilgisiz olduğunuz mənasını verir. Niyə? Yenə donur. Nə peykan qəbul elə, onda donmur deyəsən. Səsim gəlmir, Çevikə. Mən də dondum Çevikdə. Yox, sən donmamısan. Qəbul elə. Elədim qəbul. Eləməmsin o? Elədim də. Ha, şu. Baxın, ümumiyyətlə mümkün varlıq, zəruri varlıq konsepsiyası İslamdan qeyri bir şey deyil. Çünki İslama görə də Allah vahiddir, təkdir. Zaten zəruri varlıq konsepsiyası bunu ispat edir ki, bunun əvvəlində sən mənə deyirsən ki, sən mənə deyə bilmərsən mümkün varlığın mümkün olması üçün zəruri varlıq zəruridir. Yəni sən bunu mənə deyənmərsən ki, müntəzir, bu İslama aid deyil. Niyə? Çünki sən Allahın varlığı yoxluğu barədə danışırsan. Sən mənə ümumiyyətlə başqa isnadlarla danışa bilmərsən ki, bundan əlavə sənin ümumiyyətlə mən Qurana baz alaraq bunları danışsam, sən bilməyəsən, məsələn, Mümtəhinə surəsində burada gələn hər hansı isnadla, filan ayənin filan təfsiri isnadı ilə bu cür deyilir desən, bu debat ya 35 saat gedəcək ki, sənin də onların hər birinin detallı qaynağına əlin satmır, dediyimin hansı doğruluğunu nəyinə ispat edəsən ki, öz dediyini də ispat etmir səni, məndən ispat elə bilirsən, amma özün mənə deyirsən ki, fəlsəfənin birinci qaydasına əsasən, nə bilim, məntiqin filan qaydasına əsasən, qardaş, ümumiyyətlə, bax, sual vermirsən ki, zəruri varlıq niyə zəruridir? Ümumiyyətlə, bu sualı birinci sinif fəlsəfədə, birinci sinif oxuyan uşağa versən sənə gülər. Zaten zəruri varlığın özünün nə olduğunu bilən adam bu sualı verməz. Ki, bundan əvvəl mən mümkün varlıq nədir izah etdim ki, mümkün varlıq budur ki, o varlıq öz-özlüyündə onun var olması özündən qaynaqlanan səbəblərə görə deyil. Bunu biz necə bilirik? Empirik əsasla bilirik. Məsəl üçün, bu kitabı, bu dəftəri var edən bir zavod var. O zavodda bu dəftəri istehsal edən aparatların təyini verilməzdən öncə, nə bilim, hər hansısa proseslər və s. Yəni, əlqəraz, deməyim orasındadır ki, bu hansı ki adı çəkilən nələr var, aparatlar, nə bilim, dünyada mövcud olan, yəni müşahidəyə dayanan hər bir şey mümkün varlığa dayanır ki, nədir bunun fəlsəfi izahı? Bunu yenə də birinci danışığımda izah etmişdim, amma məcburam izah eləyəm, çünki qulaq açmırsınız. Xahiş edirəm, bunu qeyd edin. Mümkün varlıq öz-özlüyündə
elə bir şeydir ki, o varlığın varoluşu özündən qaynaqlanan səbəblərə görə deyil. Biz bunu hardan bilirik? Empirik əsaslardan bilirik. Bunu sən materyalist mövqeyə baxan, materyalist mövqeydən baxan hamı bunu zaten təsdiq edir. Bu ki, bunun əksini demir ki, mən zəruri varlığı hardan bilirəm? Mümkün varlıqdan bilirəm. Necə bilirəm? Mümkün varlığın mümkün olması, bax, başlanğıca qədər getdikdə, indidən danışmıram, bəşəriyyətin başlanğıcına getdikdə, o başlanğıcdan özü-özlüyündə mümkün varlıq var olub. Amma o başlanğıcdan öncə mümkün varlıq var idi və mümkün varlıq bu cür mümkün oldu deyə bilərəmmi? Deyə bilmərəm. Çünki mümkün varlıq mümkün varlığı mümkün edə bilməz. Çünki mümkün varlığın mümkün olması fəlsəfi olaraq, baxın, zərrə qədər fəlsəfə oxuyan hamı bilir ki, mümkün varlığın mümkün olması üçün təməldə özü mümkün varlıq olmayan bir şey. Baxın, bu çox bəsit bir düsturdur. Rəssam çəkdiyi rəsmin içində axtarılmır. Yəni, mümkün varlığın mümkün olması mümkün varlıqdan qaynaqlanan səbəb ola bilməz. Dolayısıyla yolla bir varlıq olmalıdır. O zəruri olmalıdır. O varlıq niyə zəruri olmalıdır? Çünki biz desək ki, bax, məni anam yaradıb, onu anası yaradıb, onu anası yaradıb, onu anası yaradıb, bu sonsuzluğa gedə bilməz. Niyə? Çünki sonsuzluqdan başlamaq deyə bir şey yoxdur. Dolayısıyla yolla bir başlanğıc olmalıdır. O sabit olmalıdır. O zəruri olmalıdır. Hə, indi mənə deyirsən ki, zəruri varlığa bu sifətlərdəki substansiyaları necə yükləyirsən? Zaten bu gün məndə mərhəmət varsa məni yaradan, qulaq as, mən sifətləri də yəni, məndə mərhəmət varsa məni yaradanındakı mərhəmət ən ali mərhəmət olmalıdır. Bu çox bəsitdir. Rəssam rəsmi çəkirsə, onda ağıl olmalıdır, qüdrət olmalıdır, hikmət olmalıdır, o bacarıq olmalıdır. Əgər mən bu günlərim ağıl sahibiyəmsə, məni yaradan məndən daha ağıllı, yəni bu ağıl ən alisi onda olmalıdır. Mən hikmət sahibiyəmsə onda ən alisi olmalıdır. Mən qüdrət sahibiyəmsə onda ən alisi. Yəni bunlar çox bəsit şeylərdir. Mən bunları danışacağımı çox hepsilərəm ki, biz bunları mı danışırıq yəni? Çünki biz nələr danışa bilərik ki, nədən danışırıq? Və zəruri varlıq konsepsiyası. Son 30 saniyə, sonraki 5 dəqiqə sizindir. 5 dəqiqə lazım deyil mənə. Hə, problem deyil, bilirəm, adətən elə olur. Və zəruri varlıq niyə zəruridir sualı? Baxın, bunu qeyd eləmişəm, niyə qeyd eləmişəm? Təkrar ehtiyac yoxdur. Hekayə dinləməyə gəlməmişəm ki, bura. Bildim, siz də danışın, mən qulaq asacağım. Və zəruri varlığın özündə zaten ispat etdin ki, zəruri varlıq zəruridir. İfadəndə, sən deməlisən ki, o varlıq niyə zəruri varlıqdır? Sən deyirsən ki, zəruri varlıq niyə zəruridir? Bu nə tür sual? Elə bildirəm, sevinç niyə sevinçdir? Bu nə qədər məntiqsiz bir sualdır. Təəssüf edirəm. Buyurun. Əzizim, bəli, buyurun. Yarım saat ya da 5 dəqiqə danışdığın nağıl statusundan başqa bir şey deyil. Ona görə ki, mən səndən tələb elədiyim şeylər... Nağıl sözü ərəb dilində nəqil deməkdir. Xahiş edirəm də şəxsə keçməyəm. Mən sizə dedim, axı, mən sizə bu cür demirəm. Əzizim, müdaxilə eləmədim ki. Ama bu cür niye sen birinci sınıf istifade edəndə olur, mən deyəndə olmur? Səbirli ol. Birinci sınıf fəlsəfə dedim. Bu master səviyyəsində. İndi deyəcəm birinci master səviyyəsini. Sıkıntı yoxdur. Birincisi sən bayaq Əzizim. Oyun oynamırıq. Buyurun Əzizim. Tərif verdiyin bayaq. Biləndir, zamandan və məkandan münezzəhdir. Düzdür, Rəhman və Rəhim. Mən sizə dedim ki, bunları daşıyan varlıq hansı kriteriya ilə ontoloji status kazanır? Durub zəruri varlığa keçirsiniz. O zəruri varlığı varlıq eləyən şey nədir? Təmin eləməmsən. Hələ də təmin eləməmsən. İkincisi, o zəruri varlığın meyarları, atributları nədir? Onu da təmin eləməmsən. Üçüncüsü, sənin zəruri varlıq dediyin şey şəxsli yoxsa metafizik substansiya, bir qərar ver zəhmət olmasa. Çünki qərar verməsən, təyin olunmamış kateqoriyadır. Üçüncüsü, təsasülə gedirsə, sonsuz geriyə dönüşdür. Birincisi, sonsuz geriyə dönüşdür, heç bir məntiqi ziddiyyət yaratmır. Varsa zəhmət olmasa, məntiqi düsturla qoy ortaya. Zəhmət olmasa. Məntiqi heç bir ziddiyyət yaratmır, sonsuz geriyə dönüşdür. İkincisi, hər şeyin başında bir şey olmalıdırsa, Tanrının niyə istisna eləyirsə? Bu bir məntiq xətasıdır. Tanrını istisna eləyə bilməzsən, Tanrının özünün də ehtiyacı var buna. İstisna eləyirsənsə keyfə görə, deyəsən ki, Tanrı hər şeyin yaradıcısıdır və onun özünün yaradıcıya ehtiyacı yoxdur. Yaradıcısız bir şey var ola bilirsə, təbiətlə istisnadır. Bunların cavabı verilməlidir. Bunların cavabından da qabaq, zəhmət olmasa, dediyim kimi, bu şeyi təmin elə. Sənin Tanrın metafizik substansiyadır, yoxsa şəxsdir. Konkret təyin olunmalıdır. Buyur və mümkün qədər də qısa tutun.
Bax, bəy, qəbul edin zəhmət olmasa. Ümumiyyətlə, bir dənə məsələdən başlayacağım. Yazmısan ki, Tanrının varlığı nə var etdi? Əgər bu... Əzizim, verdiyim sualları təmin edirsiniz zəhmət olmasa. Onlardan danışıram. Təmin olmalı olduğunuz şey ontoloji statusu təyin edən kriteriyalardır. Mənə başqa mövzudan, hekayə danışmayınız. Mən bundan danışmışam, mən bunu izah etmişəm. Verməmisən, qardaş, verməmisən. Mən birinci izah elədiyim bu varlıq haqqındakı konsepsiya nə idi? Əzim, varlıq haqqında mümkün varlığın neçə hissəyə bölünür, tamam. Tanrının varlıq eləyən kriteriyalar nələrdir zəhmət olmasa? Qardaş, mən ən başda bundan danışmışam. Təkrar danışın. Əzizim, sual birinci budur. Bax, bayaqdandır. Eyni şey təkrar edirəm, amma tələb qarşılanmır. Sənin Allahın hansı kriteriyalara görə varlıqdır? Bu bir. İkinci sual. Rasyonal kriteriyalarını ən başda izah etmişəm. İcazə ver, sualları tərtəmiz verəcəm və tərtəmiz də cavab istəyəcəm. Sənin Tanrın, İslamın Tanrısı hansı analitik kriteriyalarla varlıqdır? Bir. Sənin varlıq dediyin bu şey ki, hələ bunu birincidən demədən varlıq statusu qoya bilməzsən. Sənin varlıq dediyin şey şəxsdir yoxsa metafizik substansiyadır, zamandan, məkandan münezzeh abstrakt səbəbdir. Bu iki şeyi sən təmin eləmədən heç bir şeyin Tanrı ilə bağlı, heç bir şeyin detayından, meyarından, varlığından danışa bilməzsən. Zəhmət olmasa bu hardan gəlir? Əzizim, bu qaydanı siz qoyursunuz da? Yox. Kim qoyur? Siz qoydunuz da bu qaydanı. Bu qaydayla Yox, siz deyirsiniz ki, Tanrı bir şəxsdir yoxsa metafiziki bir substansiyadır. Əgər buna bir cavab verməsəz, Tanrının varlığı yoxluğu haqqında danışmağa ümumiyyətlə siz danışa bilmərsiniz. Bu qayda hardan gəlir? Bu bir kateqoriyadır. Debatın kateqoriyasıdır. Hardadır bu? Fəlsəfəyə əsas. Əzizim, ontoloji status hansı kriteriyalarına təmin olunur? Mən buna cavab vermişdim başta. Ontoloji status hansı kriteriyalarla təmin olunur? Ay qardaş, ontoloji yəni varlıq da. Mən də deyirəm başdan demişdim də. Deməmişdim. Demişdin. Bax, bəli. Empirizm dedin, sonra nə dedin? Qardaş, bax, dedim ki, birinci növbədə empirik əsaslarla mümkün varlıq təyin olunur. Düz, niyə? Çünki biz onu müşahidə edə bilirik, ölçə bilirik, laboratoriyaya sala bilirik, hiss orqanlarımızı hiss edə bilirik və s. Bu empirik əsaslardır. 2. Rasional əsaslarla qeyri-mümkünlüyü izah elədim. Hətta dedim ki, baxın, mən indi ispat edəcəm ki, elə bir şey var ki, o şey var. Amma bu şey empirik olaraq yox, rasional olaraq ispat olunur. Və hətta bunda... Hətta rasional, bəli. Və hətta termin işlədə... Tanrı bir dənə icazə. Əqlin çıxarışını mən verərəm, siz verəməyəsiniz. Bu nədir? Mənim nəyimə lazım sənin varlıq və əqli çıxarış verəm? Qardaş, bir dənə deyən də, xahiş edirəm. Mən sənə dedim ki, baxın, 3 bucağın 4-cü bucağının... Aç, 3 bucağı soruşmuram, Bir dənə olar. 3 bucağı soruşmuram. Növbə mənimdir. Niyə səndə olmalıdır? Əziz insan. Növbə mənimdir, sən deyil. Növbə sizindirsə mənə söz verdim. Siz danışıram, indi kəsirsiniz. Tamam, onda siz danışın, sonunda mən danışım. Mən sənin 3 bucağı və 5 bucağı soruşmuram, zərrə qədər də vecimə deyil. Sənin Tanrın ya empirik əsaslarla, yəni varlıq dediyin o zəruri varlığın ya empirik əsaslarla sən qaldırmalısan varlıq iddiası, elə ya da belə. Ki bunun təmin oluna bilməyəcəyini mən bilirəm. Sən tutub Tanrını soxa bilməzsən laboratoriyaya, məlum məsələdir. Ya da əqli bir çıxarış verməlisən. Əqli çıxarışı verirsənsə ki, mümkün varlıqların izahı üçün zəruri bir varlıq olmalıdır. Bu idi də sənin argumentin. Mən də səndən soruşuram, o zəruri varlıq sənin tərifi və sığır-sığmır. Ona görə ki, sənin tərifində, zəruri dediyinin, sənin tərifində, İslamın klassik tərifində, sənin zəruri dediyin varlıq iradəli bir varlıqdır. Amma sən o iradəni götürüb metafizik bir substansiyaya yükləməyə çalışırsan, xeyir ola. Bu ki, iradə feyli bir sifətdir. Zaten məxluqatın üzərində təzahür edib. Sən heç iradə nədir bilmirsən, qardaş, təəssüf edirəm. Sən Allah, tamam, İslama görə Allahın iradə sifəti neçə hissəyə bölünür? Bax, əzim, İslama görə bunun açıqlamaları mən bilmirəm, bilmək mənə lazım da deyil. Mən səndən soruşuram. Qardaş, söhbəti fırlatmanın yeri yoxdur. Zəruri varlığa, iradəli, zəruri varlığa metafizik substansiya etiketi qoyub, ona istəmək, bilmək, İradəli varlıq etiketini necə yükləyirsən, hansı kriteriylə, nə ilə yükləyirsən, nətə yükləyirsən? Zəhmət olmasa. Danışa bilərəm. Verdiyim suallara cavab verin, vaxt uzatmanın heç mənası yoxdur.
Qardaş, vaxtı siz uzadırsınız. Çünki yalnız siz öyrəşmisiniz, qınamıram sual verən tərəfin siz olmağına. Çünki verdiyim 30 dənə sualın heç birinin cavabı yoxdur. Amma əlqərəz, yəni mən fərqində olmadan sizin verdiyiniz bütün suallara təməldə cavab vermişdim. Siz sadəcə dinləməmisiniz. Bu sizin xarakteristik xüsusiyyətinizdən irəli gələ bilər ki, buna qarışmıram, özünüz bilərsiniz. Yəni normal bir şeydir. Yəni mən vəziyyət yoxdur. Gəlirəm məsələyə. Bax, ən təməldən baz alaraq sizə 5 hissədən olan bir müqəddimə keçəcəm. Yəni müqəddimə nədir deyəcəm. Bax, Tanrı varmı, yoxmu? Bunun dəlilləri, isbatları, təməldən iradəsi varmı? Varsa Ay qardaşım, sənə Tanrıya varlıq demək izni verməmişəm hələ. Çünki sən onu varlıq eləyən kriteriyaları təmin eləməmisən. Arkadaş, sen varlık nedir bilmirsən axı. Sana varlığı izah ettim ki, varlık bak. Empirik əsasa təməllənir, rasyonal əsasa təməllənir. Rasyonal əsasa Tanrı var, empirik tələb elə bilmərəm. Sən isə mənə indi bunu təməldən bunu... Rasyonal əsaslandırmamsan hələ. Danışıram, deyirsən mən sənə icazə verirəm. Arkadaş, mən icazə almıram. Başa düşmət, neysə. Bu qədər cılız bilgisiz olmaq dəxli yoxdur əzizim. Mən sənə deyirəm ki, zəhmət olmasın, mən sənə deyirəm ki, sənə icazə vermirəm və mənlə yanaşı dil istinad problemləri icazə vermir ki, varlıq... Dil istinad problemi nədir, qardaş? Varlıq dediyim bir şeyin belirli kriteriyalar. Ay qardaş, istinad eləyə bilməzsən varlıq deyə. Çünki təməlləndirməmisən. Bax, dil istinad problemi nədir? Hardadır yazılıb? Bu qanun hardadır? Dil fəlsəfəsi oxusaydın bilərdin. Dil fəlsəfəsi, ay qardaş, dil fəlsəfəsi nədir? Dil fəlsəfəsi nədir? Ərəbləri bu qədər araşdıracaq, öz dilini də araşdırardın. Gör nə deyirəm. Zəhmət olmasa mənə. Əzizim, dediyim kimi Azərbaycan dilini öyrənəcək, daha yaxşı öyrənərdin. Nəyin ki ərəbləri? Dilini bilirəm, amma bu fəlsəfəyə nə dəxlisi var? Fəlsəfəyə çox dəxli var. Danışmadan fəlsəfə eləyə bilərsən. Bax, xahiş söz yığın eləməyək. Yəni bu ondan tək çalışıram, yazın, gözəl insan. Mənə konkret Tanrı hansı rasional əsaslarla varlıqdır. Empirik deyil, bildim. Məntiqlə, əqillə dəlilləndirməlisən, əsaslandırmalısan sən bunu ya yox. Biz icazə verirsən. Biz zəhmət bunu rasional çərçivəyə sal görək, bu nəyin varlığıdır, niyə varlıqdır? Tam icazə verirsiniz. Buyurun. Okey. Baxın, xahiş edirəm, dinləyin və mümkündürsə dediklərimi yaxşı dinləyin Sevinç bəy və mümkündürsə qeyd aparın. Ekranı bağlaya bilərəm, siqaret çəkəcəm. Olar, amma mən söz yəni mən təkrar etməyəcəm dediklərimi. Yəni xahiş edirəm, son dəfə danışıram və təkrar etməyəcəm. Baxın, təməldə 5 dənə baz alıram 5 məsələni və qeyd edirəm. 1. Kainatın bir başlanğıcı var. Başlanğıcı olan hər bir şeyin bir səbəbi var. Kainatın bir səbəbi var. Əgər kainatın bir səbəbi varsa, onda bu səbəb Tanrıdır. Deməli Tanrı var. Bax, 5 mümkünsə mikrofonunuzu da bağlaya bilərsiniz, sizə daha rahat olsun. Baxın. Deməli adını 5 dənə əsasla götürürəm və deyirəm ki, birinci müqəddimə, yəni nə? Kainatın bir başlanğıcı var müqəddiməsi. Birinci müqəddimə müasir kosmologiyada ümumi qənaəti əks etdirən bir müqəddimədir. Nəyə əsasən deyəcəm. Bu mənada onun doğru olma ehtimalının yanlış olma ehtimalından çox olduğu asanlıqla deyilə bilir. Niyə? Çünki bunun rasional əsası var ki, mən bu günlərim gedirəm, araşdırıram, tədqiqat aparıram və ya aparan adamlara baxıram, görürəm ki, bu günlərim Edwin Hubble teleskopu ilə apardığı tədqiqat vasitəsilə göstərib ki, kainatın bir başlanğıcı var. Mən də deyirəm ki, baxın, hətta bu müqəddimənin lehinə müxtəlif fəlsəfə argumentlər belə gətirmək mümkündür. Niyə? Məsələn, misal çəkəcəm, rasional əsas tələb etdiyi üçün, bəy, fərz eləyin ki, birdən saymağa başlayırsınız. 1, 2, 3, 4, 5, 6 və bu sonsuzluğa qədər gedir. Nə vaxt sonsuzluğa çatacaqsınız? Belə bir şey mümkündürmü? Deyil. Cavabı çox sadədir ki, heç vaxt. Çünki həmişə sayacağınız növbəti bir dənə ədəd olacaq. Baxın, İndi bəsit bir məsələ. Yaxşı, onda sonsuzluqdan 1'ə doğru geri saymaq mümkündürmü? Bunun da cavabı mənfidir. Xeyr, mümkün deyil. Adam bayaq dedi mümkündür. Sonsuzluqdan geriyə doğru saymaq mümkündür deyil. Ay ki, başqa şey dedim, mən nə işə atırsan? Mənə deyir sonsuz geri... Bir dəqiqə. Sevinç bəy. Bir dəqiqə. Şər atmaq debatda əxlaqsız üsuldur. Şər atmaq debatda əxlaqsız üsuldur. Mən dedim ki, sonsuz geriyə dönüş zinciri məntiqi ziddiyyət yaratmır. Çörək yaradır mı? Amma halbuki dediği şeylə mənim dediyim fərq etmir. Birdən sonsuzluğa qədər saymaq, sonsuzluqdan 1'ə qədər saymaq. Bu məntiqsizlikdir. Adam deyir yaratmır. Amma mən deyirəm yaradır. Bu məntiqsizlikdir. Ay qardaş, nəyə əsasda? Dedim sənə ki, şər atmaq əxlaqi bir debat üslubu deyil. Ay qardaş,
Baxın, tamam, yaxşı, şərat var, əxlaqi bir debat üslubu deyil. Qaydalar paylaşılanda baxarıq ki, görək mən yalan mı şəratıram yoxsa yox. Dediyiniz özünüz təkrar edirsiniz. Gəlirəm məsələyə. Ümumiyyətlə, qardaşlar, bax biz bilirik ki, sonsuzluqdan başlamaq deyə bir şey yoxdur. Bunun ayrıca özü bir problemdir və müzakirə mövzusudur. Amma birdən sonsuza qədər saymaq mümkündürmü? Xeyr, belə bir şey də yoxdur. Ümumiyyətlə, birə çatmaq, sonsuzluqdan başlayıb birə çata bilərikmi? Xeyr, çata bilmərik. Sonsuzluğu bitirmək hansı tərəfdən saymağınızdan asılı olmayaraq mümkün deyil. Amma kainat əzəlidirsə ki, bəzi ateist qismlər deyib əzəlidir. İndi hərənin bir düşüncəsi var. Onda sizi bu günlərim burada müntəziri dinləməyə sövq edən hadisələr silsiləsi sonsuz bir zəncir yaratmalıdır. Sonsuz bir zəncir yaratmalıdır. Yəni indiyə qədər sonsuz ədəd hadisəsi tamamlanmış olmalıdır. Sonsuzluq isə tamamlana bilmədiyinə görə bu mümkün ola bilməz. Deməli, keçmişdəki hadisələr silsiləsi sonsuz ola bilməz. Yəni, kainatın bir başlanğıcı olmalıdır. İndi sual. Kainatın, bax, sadəcə bunu deyib davam edirəm. Kainatın başlanğıcı olduğunu qəbul edirsiniz? Hə, yox. Bunu deyib davam edirəm. Mövzu bu deyil. Görək odur ya yox. Mən rasional olaraq ispat edirəm ki, Tanrı var. Azizim, mövzu bu deyil. Sən verilən heç bir sualın cavabını təmin eləməmisən. Birincisi... Rasional olaraq Tanrını ispat edəmişsən. Yəni zəhmət olmasa, əzizim. Birincisi, mən sən 20 dəfə yazdım bura, 20 dəfə də dedim. Mən bu səfsətəni dinləməyə oturmamışam burada. Ciddi debat eləyə bilirsənsə, bacarırsansa, bilgin yetirsə buyur. Rasional əsaslandır dediyim şeydə 500 dənə məntiq xətası elədin ki, birincisi istisna problemidir. Sonsuz geriyə dönüş zincirini götürüb mənfi birə saymaqla hesablayırsan, analogiya edirsən. Başdan sonra şeydir, absurd gülməli bir durumdur. İkincisi, sən hələ tərifi sabitləşdirməmsən və verdiyim suala konkret cavab verməmsən. Mən sənə dedim ki, antoloji status kazandırdığın kriteriyalar nelerdir? Bu axırıncıdır zaten. Çünkü saat tamam olur. Və bundan çox da səfsətəyə məruz qalmaq istəmirəm. Dedim ki sənə antoloji status kazandırdığın o varlığın kriteriyalar nələrdir ki, sən onu antoloji status kazandırsan, mən tamam başqa şey soruşsam, sən Hubble'dan danışsan. Mən Hubble zat soruşmuram burada. Kainat kosmologiya zat soruşmuram. Mən sənə konkret sual verdim. Sənin varlıq dediyin, zəruri varlıq dediyin o şey hansı kriteriyalara görə varlıqdır? Konkret cavabı yoxdur. Zəhmət olmasa verərsən, verə bilsən ola ki, əzizim, konkret kriteriyalar qoyacaqsan. İkincisi, sənin bu varlıq dediyin şey, geyindirdiyin, varlıq olarak yüklədiyin, geyindirdiyin şey metafizik substansiyadır, yoxsa şəxsdir. Çünkü sənin tərifində problem var. Metafizik substansiya şəxs özəllikləri daşıya bilməz. Bu sənin tanrı konseptini bitirir. İstəmək, bilmək, görmək, eşitmək. Ay qardaş, sən indi səbirli olsaydın, əgər bunlar çox bəsit məsələlərdir, sənin sadaladığın Allah Tanrı konseptindəki bu növbə mən deyil. Sus, mən danışıram. Qardaş, 2 canlıda danışırsan. Mən danışıram. Ve 2 PK'da danışırsa. Kim deyir olsa, indi bitirmədin danışığı. Ay, mən bitirdim, mən susmuşam bir bayaqda. Ay qardaş, danışırsa, özün danışdığına xəbərin yoxdur. Danışdı, okey, tamam. Amma mən də danışım. Bu qədər yerləndin, sakin, elə. Birincisi, dediğim gibi, senin antoloji statusa yüklədiyin Tanrının bir kriteriyasını təyin eləməmsən, meyarlarını da... Səsim gəlir. Səsim gəlir. Səsin gəlir, özün yox. Səsim gəlsə bəsim. Tabii, səsim gəlsə bəsim. Səsim bəsiliysə, neysən sən mən, görüntüm. Hə, bir, antoloji statusun kriteriyaları müəyyən deyil. Tərif sabit deyil. Tərif sabit deyil, antoloji statusun kriteriyaları, meyarları təyin olunmayıb. Təyin olunmamış, mənası bilinməyən, kriteriyaları, meyarları təyin olunmamış, təsdiq olunmamış bir şey antoloji status qazana bilməz. Keyfə görə antologiya qura bilməzsən. Sənin aksiyomalarından antologiya qurulmur. 2. Sənin zəruri dediyin varlığın metafizik substansiya olmasını ki, bunu özün təsdiqlədin. Metafizik substansiya sənin Tanrından, Quranla uzaqdan yaxın əlaqəsi yoxdur. Quranın Tanrısı eşidən, bilən, mərhəmətli qərar verən, cənnət, cəhənnəm seçim eləyən, müdaxilə eləyən bir Tanrıdır. Mələk göndərən, Cəbrail göndərən, İsrafil göndərən bir Tanrıdır. Sən bu şeylərin heç birini metafizik substansiyaya yükləyə bilməzsən. Keyfivə görə metafizik substansiyanı alıb İslam Tanrısı deyə soxuşduranmazsan mənə. Nəyin ki mənə?
Heç bir fəlsəfəyə soxuşduramazsan. Üçüncüsü, ya öz tərifə qayıdırsan, debat ünsuru olaraq öz tərifə qayıdırsan, öz İslamın sabit tanrı konseptinə qayıdırsan, ya da mən sənin İbn Sina'dan gələn vacibil vücudu, nə bilim kimdən gələn pananteist tanrı anlayışları yeməyə və ya ona rəddiyə verməyə məcbur deyiləm. Sənin bura qədər anlamadığın ən önəmli kriteriya budur ki, mən sənə sən hələ heç ontolojist status qazandıra bilməmsən öz tanrı və qaldı ki, onun rəddiyəsini tələb eləyəsən. Ya da başlanğıcı tələb eləyəsən. Mən ontolojist statusun hansı kriteriyaları təmin olunmasını səndən tələb olaraq qoyuram, sən mən Hubble'dan danışsan. Mənə nə Hubble'dan? Bitdi getdi. Danışmaq olar. Finaldır zaten. Finalını deyə bilərsən sadəcə. Hə, məncə də. Ümumiyyətlə, birinci növbədə ontoloji statusun nə olduğunu mən hətta ilk danışıq qaydamın üsulunun birinci mərhələsində izah etmişdim. Siz ümumiyyətlə təəssüf edirəm. Ontoloji status özünüzə görə, bax mən açıq deyəcəm. Özünüzə görə bir dənə balaca çərçivə çəkmisiniz. O çərçivənin içində 1-dən 5-ə qədər müəyyən qaydalar qoymusunuz və hər şeyi buna görə tələb edirsiniz. Mən sənin qaydalarıma niyə sığışmalıyam? Bu bir. İkincisi, İbn Sina'nın panteist, nə bilim, tanrı konseptinin, nə bilim, ümumiyyətlə vacibəl vücud haqqında sənin zərrə qədər anlayışın yoxdur. Əgər olsaydı, zaten vacibəl vücud, mümkünəl vücud nədir? Bunu bilərdim və bu zaten mümkün varlıq, zəruri varlıq konseptinə aid olduğunu bilərdim. Dördüncü növbədə, mən çox təəssüf edirəm. Niyə? Çünki sizin apardığınız debat konstruksiyasında siz hələ təməldən sizə verilən sual ki var idi. Mövqeyinizi bəyan edin. Siz heç onu etməmişsiniz. Amma mən mövqeyimi bəyan edin. Dediklərimin hər birinin rasyonal, hətta yeri gələndə də hansı ki Edwin Hubble empirik, bir dənə deyəndə ignostikamdır. Mən müsəlmanam deyib çəkilə bilmərəm, İqraqa. Mən bunu izah edim. Sən müsəlmanam deyib müsəlmanlıqdan başqa hər şeydən danışdın. Bir dənə deyəndə, qardaş, mən danışıram. Sən sus, mən mövqeyimdir, xahiş edirəm. Mən sıram, sus. Bax, sənin təəssüf etdiyim şey nədir? Tanrı konsepti haqqında ümumiyyətlə doğru təsəvvür sahibi olmamalıdır. Niyə? Çünki sən Qurana oxuduqda müəyyən düşüncələr kimi zahirdən bəzi məsələləri oxuyub və Tanrını bir dənə kişi roluna alıb və bir stolda belə oturub hökm verən bir adam qəbul etmişsən. Amma halbuki həqiqətində Tanrı anlayışı bu cür bu Qurana görə belədir zat, amma həqiqətdə bu cür bir şey deyil. Qurana görə belədir, həqiqətdə belə deyil. Yanaşma metodlarını bilmirsiniz. Oy. Bravo. Deyirəm ki, Qurana görə belədir, amma həqiqətindən siz xəbərdar deyilsiniz. Çünki Qurana görə belədir, Qurandan başqa həqiqət var yəni. Bax, bəli, Qurandan başqa da həqiqətlər var. Məsəl üçün hədislər var, təfsirlər var. Çox xoş idi əzim, çox xoş idi. Nə xəbərimiz yoxdur. Dostum. Mən əlbəttə ki, xoş idi. Bir icazə ver də, qaçmaq lazım deyil, danışmaq. Bitir də, qısa bitir. Mən də oturum sənə görürüm. Bitməyib, bitirməmişəm. Səbirli olun, bitirim, dinləyəsiniz. Yox, dinləyəsiniz, zakon qoyamadım. Bilirəm, az 5 saniyə. Baxın, təəssüf edirəm. Niyə? Çünki siz həqiqətən nə bir normal isnadla əsaslı mövqeyi sahibi deyilsiniz. Ki, olsaydınız bunu əsaslandırardınız. Necə ki, mən mövqeyimi dedim və əsaslandırdım ki, siz etmədiniz. Çox təəssüf edirəm. Yəni, ignostisizm yetərli bir təfərrüat sahibi. İgnostisizmin adı zaten açıqlama deyil, cəhalətin bu qədər. Yox, deyil. Necə cəhalətin? Məna tərifi sabit olmayan bir şeyə ontoloji statusu yükləyib debat ünsur eləyə bilməzsən. Bitti getdi. Baxın, məna, yox, belə deyil. Bu qədər bəsit deyil. Bu qədər Əzim, təşəkkürlər.